8-i 10-cu ay 2025-ci il. Zəngilan rayon işğaldan azad olunmasına bir neçə gün qalır. Allah şəhidlərimizin ruhun şad, məkanın cənnət eyləsin. Allah Ali Baş Komandanımızı, ordumuzu qorusun. Allah veteranlarımızı qorusun, qazilərimizi qorusun, xalqımızı qorusun. O igid oğulları yetişdirən valideynləri qorusun. Elimiz, obamızı qorusun. Bu 5 illik yubiley deyirlər buna, yubiley demək olar. İşğaldan azad olunmasını qeyd eləmək məqsədi ilə Zəngilan rayonu, ümumiyyətlə Qarabağa, Zəngilan rayon Genlik Malakeçin icmasının üzvləri Osman Vəliyev, mən, istefada olan polis polkovnik leytenantı, Qarabağ müharibəsi veteranı və Genlik Malakeçin icmasının üzvü Hüseyin Novruzov, tarixçimiz, gözəl tarixçimiz, gözəl maarifçimiz, el-oba yolunda həmişə əziyyət çəkməyi, zəhmət çəkməkdən bir zövq alan şəxsiyyətlə Qarabağımızı ziyarətə çıxdı. Belə bir gözəl yer deyib biz, Zəngilan rayonunun bu bölgənin tanıdığı bir Qotursu adlandırılan gözəl bir, səfalı bir yer var. İnsanlarımız gəlir bura, bir neçə dəqiqə bundan qabaq bura hərbiçilərimiz də gəldi, bir çəkən çay içdilər, su içdilər, üzr getdilər, sularını götürdülər. Və digər qardaşlarımız, elimiz, obamız. Bu videonu çəkməkdə də məqsədim odur ki, bəzi həmişə başı töhmətli olan, töhmət altında yaşayan, öz töhmətin, o töhmətlərdən xilas olmaq üçün digərlərin yalandan töhmətləmək, qaralamaq istəyən şəxslərədir sözüm ki, heç vaxt məcburi köçkünlər öz dədə-baba yurtlarından imtina eləməz. Yaxşı, sizlər belə bir gözəl dədə-baba yurdunuz olsaydı, imtina etsəydiniz, biz də edərdik. Və siz etməyəcəyiniz üçün də biz də etməyirik. Sadəcə olaraq bu yerlərə, bu yurtlara qayıdışımız dövlət planı var, dövlət proqramı var, böyük qayıdış proqramı. Ölkə rəhbərliyinin imzaladığı proqram. O proqrama uyğun olaraq öz dədə-baba yurdumuza qayıdacağıq və bu dağlar onda əzəmətlidir ki, burada Azərbaycanlı gəzir. Azərbaycan insanı gəzir. Bu kəndlərin, bu elin, obanın, Genliyin, Malakeçinin, Zəngilanın insanları gəzir. Allah dövlətimizin bayrağını uca eləsin. Cəmi şəhidlərimizin ruhu şad olsun. Qazilərimizi Allah Taala qorusun. Allah şəfa versin qazilərimizə, veteranlarımızı qorusun. Bir də o bəzi insanlara dəyərdir ki, vallahi daha üzr istəyirəm, bu videoya uyğun deyil, amma yenə deyərəm. İt ürər, karvan keçər. Gedib o düşmən dövlətlərin arzularını yerinə getirməyin. İmkan verin bizim dövlətimizin rəhbərliyi bu qarşıya bir məqsəd qoyduğu kimi böyük işləri layiqincə yerinə yetişsin. Xalqın arasına parçalanma salan insanlara ar olsun, ayıb olsun. Xalqı kateqoriyalara bölən insanlara ar olsun. Eşq olsun Azərbaycan dövlətinə, eşq olsun Azərbaycan xalqına, eşq olsun sizlərə. Var olasınız.